tanıdığım qəssabdan aldığım ət daha təhlükəsizdir. Bu tamamilə yanlış bir fikirdir. Çünki heyvan və insanlar üçün ortaq olan müəyyən xəstəliklər var ki, o heyvanda vizual olaraq və yaxud da ilk baxışda özünü təzahür eləyə bilmir. Bruselyoz xəstəliyi mövcuddur ki, onun simptomatikası son illərdə dəyişibdir. Əslində nə termometriyada özünü göstərir, tam heyvan sağlam görsənir, amma laborator şəraitdə analiz etdiyimiz zaman baxırıq ki, həmin ətlərdə bruselyoz aşkarlanır. Heç qəssab özü də bilmir ki, onun satdığı ətdə bruselyoz var. Bilməyə bilər bunu. Yəni ona görə hər zaman tanıdığım qəssabdan aldığım ət təhlükəsizdir deyə fikir çox yanlış bir fikirdir. Ara supermarketlərdə hər gün satılan təzə ətlər dövlət tərəfindən rəsmi qeydiyyatda olan, dövlətin baytarı fəaliyyət göstərən, eyni zamanda diri heyvanların sağlam təsərrüfatlardan gəlməsini təmin edən və kəsildikdən sonra da baytar ekspertizasından, sanitar ekspertizasından keçirilən, möhürlənən və müşahidə edici sənədləri, baytarlıq sənədləri ilə müşahidə edilən ətlər gəlir. Gündəlik olaraq da həmin hər partiya ətin müşahidə edici sənədlərini də biz yerləşdiririk vitrinlərdə, yəni istehlakçılarımız bunu tələb eləyə bilər. Eyni zamanda artıq QR kodlarda yerləşdirmişik ət satış vitrinlərimizə, oradan da lazımi məlumatları oxuya bilərlər. Sözsüz ki, bu qanunsuz küçə kəsiminin qarşısını xeyli dərəcədə alıb və bu mədəniyyəti artıq formalaşdırıbdır.